Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim ve sallallahu ala seyyidina Muhammed ve alihi tahirin. Selamun aleyküm. Hər vaxtınız xeyirli olsun əziz tamaşaçılar. Bəhsimiz Səhifə-i Səccadiyyədən dərslər adında yetişdi 3-cü duaya. Biz keçən verilişdə İmam Səccad əleyhissalamın Səhifə-i Səccadiyyəsindən olan 3-cü dua haqqında ümumi məlumat verdik və duanın bir hissəsində sizlərin nəzərinə çatdırdıq. Qeyd olundu ki, İmam Səccad əleyhissalam bu duada bəzi mələklərin adını çəkir, onların vəzifələri, onların xüsusiyyətləri və eyni zamanda onların adını çəkərək onları yad edir və onlara Allah Taala'dan salavat və rəhmət diləyir. Duanın bu hissəsinə yetişdik ki, İmam əleyhissalam bir dəstə mələklərin adını çəkdikdən sonra buyurur ki, ilahi onlara salavat göndər və həmçinin o bütün o mələkləri ki, öz göylərində onlara məskun vermisən, hansı ki, onlar sənin risalətinə əmindilər. Bunu qeyd edəndən sonra mələklərin bir sıra xüsusiyyətlərini işarə edir İmam Səccad əleyhissalam duanın davamında. Buyurur ki, vəllezine la tədxuluhum səimetun min duubin və la əyyâim min lüğubin və la futurun. Hansı ki, bu mələklərə heç vaxt yorğunçuluq üz gətirmir. Bunlarda yorulmaq söhbəti yoxdur. Bu insandır ki, cismə malikdir, necə deyərlər, yatmağa ehtiyacı olur, mürciləməyə ehtiyacı olur, bəzən yorulur, bəzən qəflətə düşür. Amma mələklər barəsində bunun mənası yoxdur. Bunlar daimi olaraq Allahın əmrində itaət edirlər. Heç vaxt Allahın əmrini həyata keçirtməkdə acizlik göstərmirlər. Bunlar heç vaxt süslük və tənbəllik etmirlər. Və la təşğaluhum ən təsbihikə əş-şəhəvatu. Hansı ki, bu mələkləri ilahi sənə təsbih etməkdən bunların şəhəvani istəkləri məşğul etmir. Arada maniyə olmur. Baxın, ümumiyyətlə, mələklərdə nəfsani istəklər yoxdur. Şəhvət deyəndə adətən cinsi istək nəzərdə tutulur, yəni zehinə gəlir. Amma belə deyil, şəhəvat yəni insanın məxsusən cisminin, bədəninin müxtəlif ehtiyacları. İnsanın yeməyə olan ehtiyacı, içməyə olan ehtiyacı və digər bədənə aid olan ehtiyaclar. Mələklərdə belə deyil. Bəzən biz insanlar ki, hətta mömin olsaq da belə, əgər olarıqsa, görürsən ki, Allaha təsbih etməkdən qəflət edirik. Niyə? Şəhəvani istəklər, nəfsi istəklər mani olur. Yeməklə məşğul oluruq, içməklə məşğul oluruq, yatmaqla məşğul oluruq, digər məsələlərlə məşğul oluruq. Bu səbəb olur ki, biz Allahı vaxtında təsbih etməyək, yad etməyək və zikir etməyək. Amma mələklərdə bunun mənası yoxdur. İmam Əli əleyhissalamdan gözəl bir hədis vardı. Buyurur ki, Allah Taala mələkləri yaratdı, onlara ağıl verdi, şəhvət vermədi. Heyvanları yaratdı, onlara şəhvət verdi, amma ağıl vermədi. Amma insanlara həm şəhvət verdi, həm əql verdi. Əgər insanlar öz ağılına tabi olub, öz şəhvətlərini kontrol edərlərsə, belə insan mələklərdən də üstün olarlar. Çünki onların şəhvəti yoxdur. Yalnız ağılları vardır. Amma əgər insan şəhvətinə tabi olub, ağılını kənara qoyarsa, belə bir insan heyvandan da aşağıdır. Bu baxımdan insanda bu potensial vardır ki, mələklərdən üstün olsun, amma bu potensial da vardır ki, heyvanlardan da aşağı olsun. Mələklərdə nəfsi istəklər yoxdur ki, nəticədə Allahı yad eləməkdən qəflət eləsinlər. Və la yəqtəuhu mən təəzimikə səhvul qəfəlat. Bunları qəflət səhvi ilahi səni təzim etməkdən heç vaxt saxlamaz. Əl-xuşşəul əbsar. Bunlar gözlərini aşağı dikiblər. Nə mənada? Təvazökarlıq mənasında həmişə Allahın dəsturunu gözləyirlər ki, Allah Taala bir dəstur versin, onlar dərhal həyata keçirsin. فَلَا يَرُومُونَ النَّزَرَ إِلَيْكَ اَنَّوَاقِسُ الْأَزْقَانِ اَلَّذِينَ قَدْ طَالَتْ رَغْبَةٌ فِي مَا لَدَيْكَ. Ümumiyyətlə bunların işi sənə ibadət etməkdir. Bunlar heç vaxt sənin əmrinə itaətsizlik etməzlər. Və la yərumunu, yəni qəsd eləmirlər heç vaxt sənə nəzər eləsinlər. Sənin əzəmətin qarşısında başlarını dik tutsunlar. Xeyr, bunların başı həmişə aşağıdır. Ən-nəvakisin mənası, yəni həmişə başlarını aşağı dikiblər.
çənələrini aşağı dişiblər, hansı ki bunların ancaq və ancaq rəğbəti sənin razılığındır, sənin o onlara verdiyin nemətlərdir. Əl-müstəhtərunə bi zikri alaik, hansı ki bunlar öz qəlblərini məşğul ediblər sənin nemətləri yad eləməklə. Əl-mütəvaziunə dunə əzəmətik, bunlar sənin əzəmətinin müqabilində həmişə təvazökarlıq edirlər. Bu, müxtəlif növlü mələklərin xüsusiyyətləridir. Və cəlal-i kibriyaik, sənin böyülüyün cəlalətinin müqabilində təvazö edirlər. Vəlləzinə yəqulunə izə nəzəru ilə cəhənnəm, hansı ki bu mələklər cəhənnəmə baxan vaxtında, hansı ki o cəhənnəm təzfiru, şölələnir, alovlanır, əlamə əhli məsiyyətikə, sənin günahkar bəndələrinə bu formada qəzəbə gələn o cəhənnəmin şölələrini görəndə onlar belə deyərlər, Subhanəkə, ey bizim Rəbbimiz, pak və münəzzəhsən bütün nöqsanlardan, ma əbədnaqə həqqə ibadətik, lazımınca biz sənə ibadət etmədik. Baxın, bu mələklər ki, işləri yalnız və yalnız Allaha itaət etməkdir. Məsiyyət əhlinə aid olan cəhənnəm ki şölələnir. Bu mələklər həmin o cəhənnəmin şölələrin atəşini görəndə istər-istəməz öz ibadətlərini yüngül hesab edərlər və deyərlər ki, ilahi, lazımınca, yetərincə biz sənə ibadət etməmişik və edə bilməmişik. İlahi, fəssalli aleyhim, ilahi, bütün bu mələkləri ki, bu xüsusiyyətlərə malikdir, onların hamısına sən salavat göndər. Və ələr-rəvhaniyinə min mələikətik, o mələklər ki, onların adları ruhdur. Mən burada qeyd eləmişəm, rəvhaniyin, əslində ruhaniyyün olmalıdır. Burada əla kəlməsinə görə ələr-rəvhaniyin deyib. Mənası, yəni o mələklər ki, ruh adlanır, o mələklərə də sən salavat göndər. Hansı ki, min mələikətikə, bunlar da sənin mələklərindəndir. Və əhli zülfəti indəkə, hansı ki, bunlar sənin yanında müqərrəb mələklər hesab olunur. Sənə yaxın mələklərdir mənəvi baxımdan. Və hummalil qeybi ilə rusuluk, hansı ki, bu mələklər qeybi daşıyandılar. Sənin rüsulları və sənin peyğəmbərləri və vəl mü'təmmən əla vəhyik, hansı ki, bunlar mü'təmmən, yəni həqiqətdə əmanətdardılar sənin vəhyinə. Və qəbailil mələikə, digər bir mələklər toplumu dəstələri ki, əlləzinə ixtəsəstəhum li nəfsikə, bu mələkləri sən özünə məxsus etmişsən. Bunlar sənin itaətində məşğuldular. Və əğnəytəhum ənit-təam, hansı ki, bunların yeməyə, içməyə ehtiyacı yoxdur. Başqa sözlə, bunların bizim bildiyimiz yeməyi və içməkləri yoxdur. Onların yemək içməyi olsa da mənəvi qidadır. İmam Səccad əleyhissalam ona da işarə edir ki, ilahi və əğnəytəhum ənit-təami və şərab, onları sən ehtiyatsız etmişsən yeməkdən və içməkdən. Nəyin vasitəsə? Bir təqdisikə, səni müqəddəs hesab etmək, sənə Subhanallah demək. Yəni, həqiqətdə onların qidası səni zikr etməkdir. Əlhamdülillah deməkdir, Subhanallah deməkdir, Allahu Ekber deməkdir. Bunların məkanları hardadır, qərarlaşdığı yer hardadır? Buyurur ki, və əskəntəhum butunə ətbaqi səmavatik. Hansı ki, sən bu mələklərin hamısını sakinləşdirmişsən, onlara yer vermişsən, harada? Öz göyün müxtəlif təbəqələrində və müxtəlif təbəqələrinin arasında bu mələklərə yer vermişsən. İmam Əli əleyhissalamdan da hədis vardır, digər məsumlardan da vardır ki, bu dünyada, göylərdə və yerdə elə bir məkan və yer yoxdur ki, orada Allahın canlı, Allaha itaət edən mələkləri olmasın. Davamında işarə edir İmam əleyhissalam vəlləzinə əla ərcaihə izə nəzələl əmri bitəmami vədikə və xuzzanil mətər. Artıq mən bunların tək-təkin tərcümə eləmirəm. Burada İmam əleyhissalam bir dəstə, yəni digər bir dəstə mələklərə işarə edir, onların vəzifələrinə işarə edir. Onlardan bir dəstəsi mələklərdir ki, göylərin müxtəlif təbəqələrində gəzirlər, müxtəlif yerlərinə baş çəkirlər. Allahın o barədə, ora aid olan məsələlər haqqında nə əmri olarsa, onlar gözləyirlər Allah tərəfindən əmr gəlsin, onlar itaət eləsinlər. Və xuzzan əl-mətər, bir sıra mələklər vardır ki, bunlar
yağışın xəzinədarlarıdır. Hara, nə qədər, hansı zamanda yağış yağmalıdır, onların hamısını mələklər Allahın əmri ilə itaət edirlər. Və zavaciri səhab, bəzi mələklərin işi buludları fırlatmaqdır, buludları gəzdirməkdir, buludları bir yerdən başqa bir yerə aparmaqdır. Hansı ki, vəlləzi bi soğutu zəcri yusməu zəzəlur ruud. Bu şimşəkçi çağır, Allah Taala mələklərə əmr edir bu buludları hərəkətə gətirsinlər və buludlar hərəkətə gələndən sonra bir-birinə dəyirlər və bu dəymənin nəticəsində, bu toqquşmanın nəticəsində qorxulu səslər icad edirlər. İmam Səccad əleyhissalam bu kəlamından istifadə olunur ki, bunların hamısı ilahi mələklərin vasitəsilə həyata keçirilir. Yağışın yağması, küləyin əsməsi, şimşəyin çaxması, ildırımın görsənməyi, bunların hamısı müxtəlif mələklərin vasitəsilə həyata keçirir. Və izə səbəhət bihi həfifətus səhab iltəməət səvaiqul buruq. Bunlar ki, bir-birlərinə dəyirlər. Bunların nəticəsində şimşək çağır və o işıqlandırıcı, biz ildırımda bəzən ona deyərik, onlar gözə çarpır və gözündən görünür. Bu da hamısı mələklərin vasitəsilə həyata keçirir. Davamında buyurur ki, bəzi mələklər vardır ki, qarı yer üzünə nazil edir. Qarı yer üzünə gətirən də mələklərdir. Ola bilər, indiki hal-hazırda deyərlər ki, bu dünyavi elmlər inkişaf etməyinə məlum olur ki, bunların hamısının özünə məxsus təbii səbəbləri vardır. Biz təbii səbəbləri inkar eləmirik. O təbii səbəblər ki vardır, o təbii qanunlar ki vardır, o qanunları bu aləmdə icra edən Allah Taala'nın məmur etdiyi müxtəlif mələklərdir. Vəl-habitinə, hansı ki bir sıra mələklər vardır ki, bunlar enirlər aşağı məqətril mətər izə nəzəl. Yağış nazil olanda, yağışlarla birgə nazil olurlar, enirlər aşağı. Vəl-quvvam ələ xəzainir riyah. Bunlar bir dəstəsi küləklərin xəzinədarları hesab olunur. Vəl-muvəqqilinə bil-cibal fəla təzul. Bunlardan bir dəstəsi dağlara müvəkkəldir. Dağlara aid olan məsələləri onlar icra edirlər, hansı ki, fəla təzul aradan getmir. Vəlləzinə ərrəftəhu məsaqil əl-miya vəkilə ma təhvi və ləvaidül əmtar. Bu artıq küləklərə, yağışlara və müxtəlif vəzifəli olan mələklərə işarə edir ki, bunların əksəriyyəti də yer üzündədir. Bəla əgər nazil olarsa bunların vasitəsilə icra olunur. Necə ki, əvvəlki ümmətlərdə bəla gəlmişdir. Bizə ayrılan vaxt tamam oldu. İnşallah duanın axırıncı və sonuncu hissəsini gələn verilişimizdə sizlərin nəzərinə çatdıracağım. Hamınızı Allaha tapşırıram. Və sallallahu ala seyyidina Muhammed və alihi tahirin.